Salam, gəlin buzadan belə bir sualın izahına baxaq. Demək bizə belə bir üçbucaq verib və x-i tapmamızı soruşur. Burada bucaqlar verib, bu bucaqla bu bucaq bərabərdir. Gəlin bura alfa yazaq, onda burada alfa olar. A, B, D-yə bir beta yazıram. A, D, B-yə isə bir qamma yazıram. İndi gəlin fikir verək. Burada A, B, D üçbucağında bucaqları alfa, beta, qammadır. Və ABC ümumi üçbucaqda iki bucağı alfa və betadırsa, onda bu ümumi bucağı da olacaq qamma. İndi biz gördük ki, buradakı ABD üçbucağı ilə ümumi ABC üçbucağı oxşar üçbucaqlardır və bizə sahələrin nisbətini verib. İndi gəlin bunlar arasında bir asılılıq yaradaq. ABD üçbucağının sahəsi deyək ki, C-dir. Yəni bura C-dirsə, onda ADC-də olar 8C. Bunları tapdıq. İndi gəlin oxşarlıqdan istifadə edərək tərəflərin nisbətini kvadratını bərabər edək sahələrin nisbətinə. Yəni burada alfanın qarşısındakı tərəf, yəni 3-ün böyük üçbucaqda alfanın qarşısında dayanan tərəfə nisbəti, yəni x, bunun kvadratı bərabərdir s-in ümumi üçbucağın sahəsinə, yəni 9s nisbətinə. İndi gəlin hesablayaq. 9 bölünsün x kvadratı bərabərdir. Buradan s-lər ixtisar gedər, qalar 1 bölünsün 9. X kvadratı bərabərdir 81. Buradan da x-i tapsaq, x bərabər olar 9-a. Yəni cavabımız oldu C variantı.